İraqın Sepaha bağlı Əl-Nüştəba Hərəkatının İcra Şurasının rəhbəri Nazim Əl-Səidi qrupunun İraqın bütün əyalətində könüllülərin cəlb edilməsi prosesinə başladığını elan edib. O açıqlamasında Vaşinqtonla hər hansı bir əlaqəni təkrarlanan aldatma kimi xarakterizə edərək İrana və ya onun rəhbərlik strukturlarına qarşı hər hansı bir hücumun gözlənilməz cavabla qarşılanacağını iddia edib. Eyni zamanda İraqın Hizbullah briqadasının baş katibi Əbu Hüseyn Əl-Həmidavi də İran İslam Respublikasını müdafiə etmək üçün könüllülərin qeydiyyat kampaniyasının başladığını bildirib. Bu qəbildən olan səylərin davamında İraqın Əfqanistanın Məzar Şərifdəki baş konsulluğunda tədbir keçirilib. Tədbirdə ölkənin şiə din xadimləri və İrana bağlı qrupların rəhbərləri iştirak edib. Onlar İrana qarşı hər hansı hücumda Əli Xameneyini dəstəkləyəcəyini bildiriblər. İranın baş konsulu Əl-Rıza Əhmədi tədbirdə çıxış edib və dəstəyə görə Əfqanistanlı şiə alimlərinə minnətdarlığını bildirib. Qeyd edək ki, Əfqanistanlı şiələrdən təşkil tapan Sepaha bağlı Fatimiyyun silahlı qruplaşmasının İranda etirazçılara qarşı repressiyalarda iştirak etdiyi barədə məlumatlar yayılıb.